Adəm əleyhissalamın iki oğlunun əhvalatı Maidə surəsində xüsusi olaraq geniş şəkildə qeyd edilib. Uca Rəbbimiz həmin surənin 27-ci ayəsində onlara Adəmin iki oğlunun xəbərini doğru olaraq oxu. Onlar bir qurban təqdim etdilər. Biri qəbul olundu, digəri isə qəbul edilmədi. Bu ayə üzərində dayansaq görərik ki, ayə özündə bir neçə mühüm incəlik əhatə edir. Birincisi, bəzi şəxslər ki deyirlər, Quranda qurbanlıq haqqında bir məlumat yoxdur, onlara verilmiş ən böyük cavabdır ki, elə qurbanlığın tarixi məhz ilk insanın dövrünə qədər gedib çıxır. Ayədə açıq-aşkar şəkildə hər iki tərəfin, yəni Qabil və Habilin qurban gətirməsindən, birinin qurbanının məqbul, digərinin isə qeyri-məqbul olmasından söhbət açılır. Ayənin bizə verdiyi ilk mesaj qurbanın ilk insanla başlamasıdır. İkinci mühüm bir məsələ ayədə öz əksini tapıb ki, Uca Allah yalnız və yalnız təqvalı olan şəxslərdən əməlləri qəbul edər. Deməli, hansısa bir əməl xalis niyyətlə yerinə yetirilməzsə, həmin əməlin uca dərgahda məqbulluğu şübhə altındadır. Ümumiyyətlə keçərsizdir. Çünki Qabil rəvayətlərə görə çox zəif bir şeyi qurbangaha aparmışdı. Amma Habilin niyyəti təmiz idi və ən yaxşı şeyi bəzi rəvayətlərdə qoyunu qurbangaha aparmışdı. Onun saf niyyəti Allah üçün gördüyü işin səmimiyyətinə görə Uca Rəbbimiz məhz onun qurbanını qəbul etmişdir. Ayənin bizə verdiyi digər bir mesaj cahillərə qarşı bizim rəftar tərzimizdir. Qabil qaba, kobud bir şəxs olub, qurbanı qəbul olmadığına görə qardaşına deyir ki, səni öldürəcəyəm. Amma belə bir ağır sözün müqabilində Habilin cavabı Allah yalnız təqvalı olan şəxslərdən qəbul edər deyə ona bir nəinki cavab verir, hətta qiyamətə qədər olacaq insanlara dərs keçmiş olur. Deməli, buradan öyrənirik ki, cahilə qarşı necə rəftar etmək lazımdır və həmçinin öyrənirik ki, bütün əməllərimizin əsasında gərək mülayimlik, gərək həqiqət, gərək doğruluq dayanmış olsun.